Son günlər ölkə ərazisində müşahidə olunan aramsız yağıntılar bölgələrdə çayların səviyyəsinə təsirsiz ötüşməyib. Bugün hava şəraitinin günəşli olmasına baxmayaraq çaylarda gürsulluq hələ də davam edir. Hazırda Göyçay rayonu ərazisindən keçən Göyçay çayda sel müşahidə olunur. Çayda suyun səviyyəsinin artması nəticəsində güclü axın qeydə alınıb. Hələlik selin yaşayış məntəqələri üçün ciddi fəsad törətməsi barədə məlumat verilməsə də vəziyyət diqqətli izlənilir. Aidiyyəti qurumlar bildirir ki, yağıntıların yenidən intensivləşəcəyi təqdirdə çay ətrafında yerləşən əkin sahələrinin və pay torpaqlarının yuyulması riski arta bilər. Bu səbəbdən sakinlərə ehtiyatlı olmaları tövsiyə olunur. Qeyd edək ki, Göyçay çay İsmayıllı, Göyçay, Ucar və Zərdab rayonlarının ərazisindən keçərək bölgə üçün mühüm su mənbələrindən biri hesab olunur. Dəyanət Kərimov, Zəhra Kələndərova, Göyçay, Kanal 21.